Bu Kitay maşınları Bakıya gələndən sonra bir çox sürücülər ehtiyat etməyə başladı. Bilirsiniz niyə? Yüngül qəzalardan üzü qara çıxan Kitayski maşınlar Azərbaycana daşındı, gəldi, alanları da aldı, ziyan çəkənləri də hələ də var. Ehtiyat hissələri də od qiymətinə. Bakıda isə ehtiyat hissələrini tapmaq üçün hansısa bir Kitayski maşın ağır bir qəza keçirtməlidir. Ondan sonra sən gedib həmin hissəni axtarıb, soraqlaşıb tapmalısan. Bu yaxınlarda daha bir Çin avtomobili yolda qəza keçirdir. Qəzadan sonra yolda olan bir sürücü həvəskar çəkiliş edir. Kitay maşınları haqqında fikirləri nədir? Gəlin bir yerdə izləyək, dinləyək, fikir bildirək. Buzovuna təzə yoldur. Deməli, belediyə nə tək qoyublarsa, belediyə çat verib. Ay Kitay maşınını bəyənənlər. Yüngülvari bir şey oldu, yüngülvari. Gör necə düşün maşın. Dalıcı qabaqdadır.